Ay, atan balası. Nədir? Oo, bilmirsən qaçaq nəbini harda görə bilirəm. Sən də adam tapdın da soruşmağa. Ay, sənin heç dünyadan xəbərin yoxdur ki. Qaçaq nəbini deyirəm, ay, elin igid oğlunu. Elin iki oğlu özünə toy elədi, gələn də olma. Ay, gəl bir otur görüm. Gəl bura görüm, ha. İsmimi də bilmirəm. Neyinirsən ismini? Sənə elə söz deyərdim, dəymişin dura-dura kalın tökülər. Necə yəni gələn olmadı? Bizim cəmaat onun yolunda canından keçər. Adamlar həftələrlə yol gəlir ki, nədir onun üzün görsün. Bu zamanada ondan səxavətli, ondan ədalətli adam var yəni. Ho! 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 Özü də deyir, Koroğlunun nəvəsidir, nəvəsi. Belə qadasın alım onu. Dünyadan bir xəbər qafil insan. Eşitməmisən ki, igid nəbi Koroğludan yamandır. Bəylər xanlar deyir, Allah amandır. Bir də belə rəvayət edirlər ki, qoç Koroğlu bir oturuma qoyunun bir şaqqasını yeyərmiş. Amma bu qadasını aldığı bir cöngəni hoppadan ötürür. Cöngəni yox, aydadır. Öküzü. Ay bərəkəm, öküzü. Doğrudan? Öküzü ya? Ay ay. Sen deme. Əcdaymış gitsin bu nəbi. Əcdaha dedin qoydun ay pir olmuş. Şirsü də mi baxıb qadasını aldığı? Körpə vaxtı itirirlər bunu. Atası rəhmətli alı kişi axtarır, gedir axırda meşədə tapır bunu. Görür bir natara şir, əmizdirir uşağı. İncəvara şir də rəhimli olur, alı kişini görən kimi uşağı qoyub çıxıb gedir. Yox ha? Hələ bu harasıdır? Deyirlər nəbinin 2 ürəyi, 4 böyrəyi var. Nəyə gülürsən hə? Sən öləsən şallağı elə çəkərəm küləyin soldurar. Sən də hırıldama. Ho! Ho! Yaxşı əmican. Xeyir ola nəbinin yanına belə getməkdə. Xeyirdir inşallah. İndi səndən nə gizlədim ayıqı? Bizim də bir günümüz, güzəranımız yoxdur. Yaz əkinçiyik, qış dilənçi. Ərbablar laf od yandırırlar kürəyimizdə. Bu çalış da dinc durmayıb, əzişdirib ərbabı. Daha obada qala bilməz. Gətirmişəm, tapşırım nəbi qadasını aldığıma. Tüfəng atabilirsən? Ho! 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 Tüfəngi gizlədək, avara oğlu avara. Bu de, gəl indi ver cavabların. Bu da sənin xeyrin. Güllatan kim idi kişi? Nə bilim valla, deyəsən səs o yandan gəldi. Hardan gelip hara gedirsiniz? Dəyirmandan, hardan gələcəyik? Dermandan? Özünüz haralısınız. Aran adamı, başına dönüm, aran adamı. Tüfekli adam görmediniz. O qədər. Hər kolun dibində bir əli tüfəngli var, nə bilim hansını deyirsən. Çal papaq, elinde aynalı bığı burma. Yox, başına dönüm, eləsin görməmiş. Uzağa gidebilmez, ardımca, ha! Ha! Sen de görmemişsin? Ayşe! Çalmanı kaldır görün. Odu ne bildi?
danışsa, gubernatora özün cevap vereceksen. Oldu. Köxa! Bəy. Ged o dəyirman şəbləhi yerin deşiyindən də olsa tap gətir bura, tez ol. Baş. Atma. O sənə bir pislik eləyib. Yox. Əbləh qoca, əlbir olmuşsunuz, daldalayırsınız nəbini, Sibirə göndərəcəm hamımızı. Sən öləsən, səninsə bığlarımı qırxacağım. Mən... Səlim bəy, naçalnik, gətirdim dəyirmançını. Salam bəy. Əşi, ağsaqqal kişisən, dünya görübsən. Ged onu başa sal ki, tüvəngi atsın yerə. Ateş saxlayın. Oldu. Ged. Ateş saxlayın. Ged onu başa sal. Gedim də. Ateş saxlayın. Ne oldu kişi? Allah haqqı bəy. Bunlardan başqa heç bir şey yoxdur. Sarsaq danışma. Yaxşı bax. Başın haqqı Səlim bəy. Şəhərdə heç kəs yoxdur. Mənə inanmırsan, Koxanı göndər gəlib baxsın. Ay! Allah sən sağ. Hey Selim Bey! Cemaatı incitme. Kişi sen gel Salvatlı yaylağına. Gözleyeceğim seni. Elin dediği düzdür. Koroğlu'nun nəvəsi sənki nəvəsi. Arkayın gedemi. Çalıştan da nigaran kalma. Arkayın gel.